Bəli, yolumuz Ağdamadır. Çünki 9-cu Muğam Televiziya müsabiqəsinin 5-ci həftəsi məhz Ağdamda öz işlə başlayacaq bir neçə saatdan sonra. Qeyd etmək istəyirəm ki, ilk dəfə olaraq Muğam müsabiqəsi Ağdamda keçiriləcək və 2 ifa olacaq. Həm birinci yaş qrupuna aid olan yeniyetmə iştirakçılarımız və gənc iştirakçılarımız öz ifalarını təqdim edəcəklər. Bugün 11 yarışmacı yarışacaq. Onlardan 3 nəfər yeniyetmə zərbli muğamlar ifa edəcək. 8 nəfər gəncimiz isə Qarabağ şairlərinin sözlərinə yazılan təsnif və qəzəlləri təqdim edəcəklər. Qeyd etmək istəyirəm ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ildə qoyulub və düz bir ay öncə istifadəyə verilibdir və sırf da bu Muğam Mərkəzinin fəaliyyəti işğaldan öncəki olan muğamımızın şöhrətini yenidən qaytarmaq və muğamımızı dünya səviyyəsində təqdim etməkdir. Hələ ki bu yaxşı əhval-ruhiyyə ilə yolumuza davam edirik. Söz sizdədir, əsas studiyada.